Bugünkü rubrikamız məşhur Azərbaycanlı dirijor və bəstəkar Niyaziyə həsr olunur. Bu şən çağlar, gülər bağlar, uca dağlar, əcəb gözəl. Niyazi Zülfüqaroğlu Tağzadə Hacıbəyev 1912-ci il avqustun 20-sində o dövrün tanınmış bəstəkarı Zülfüqar Hacıbəyevin ailəsində anadan olub. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə musiqiyə böyük maraq oyanır. O ilk təhsilini Bakı Musiqi Texnikumunda alır. Lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leningrad, indiki Sankt-Peterburq şəhərlərinə gedir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən biri olan Niyazi, milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynayıb. Niyazinin 1942-ci ildə yazdığı Xosrov və Şirin operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliyi ilə seçilir. Onun 1949-cu ildə yazdığı Rast simfonik muğamı güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı ilə fərqlənir. Rast, Niyazinin idarəsi ilə bir çox xarici ölkələrdə səslənərək Çexiyada suprafon, ABŞ-da isə Ricardi musiqi şirkətləri tərəfindən qramofon valına yazılıb. Azərbaycan Milli Dirijorluq Məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin Koroğlu operası dünya musiqisinin qızıl fonduna daxil olub. ...1959-cu ildə SSR Xalq Artisti adına layiq görülən Niyazi, 1961-ci ildə Sergey Kirov adına Leningrad Opera və Balet Teatrının baş dirijoru təyin olunur. Burada o, Arif Məlikovun Məhəbbət əfsanəsi baletinin ilk tamaşasını hazırlayıb. Həmçinin Pyotr Çaykovskinin Yatmış Gözəl və Sergey Prokofievin Daş Çiçək baletlərinin yeni quruluşuna dirijorluq edib. Həmin baletlərlə o, Parisin Grand Opera, Londonun Covent Garden teatrlarında qastrol tamaşaları ilə çıxış edərək böyük uğur qazanıb. Niyazi Müslüm Maqamayevin Nərgiz, Qara Qarayev və Cövdət Hacıyevin Vətən, Fikrət Əmirovun Sevil, Pyotr Çaykovskinin Qara Toxmaq Qadın, Qara Qarayevin Yeddi Gözəl və İldırımlı Yollarda baletlərini tamaşaya hazırlayıb. Niyazi 1967-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan SSR Dövlət mükafatı laureatı olub. Məşhur Hind filosofu Tagorun Chitrangoda fəlsəfi dramı üzrə Chitra baletini yaratdığına görə Niyazi Hindistanda beynəlxalq Nehru mükafatına layiq görülüb. 1979-cu ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunan dahi dirijor fəaliyyəti dövründə 2 dəfə Lenin ordeni, 1982-ci ildə Sosialist əmək qəhrəmanı, Oktyabr inqilabı, Qızıl əmək bayrağı, Şərəf nişanı ordenləri, habelə Bolqarıstanın Kiril və Mefodiya ordenləri ilə təltif edilib. Bu ilin avqust ayında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Niyazinin anadan olmasının 100 illiyi tamam olur.